Başlayırıq dərsə. Diqqətlə qulaq asırsınız. Əgər anlamadınız Rıza, diqqət lövhəyə. Evdə yenə baxacaqsınız. Lövhəyə baxın. Yaxşımı? İşiniz başqa yerdə olmasın. Dərsi yaxşı dinləsəz, daha yaxşı anlayacaqsınız. Yiyəlik hal. Yiyə nədir uşaqlar? Sahib. İngiliscə possessive case gedir bunun adı. Yəni sahiblik hal. Sahiblik mənasını bildirən bir şey. Aydındırmı? İngilis dilində yərik halı yaratmaq üçün bizə lazımdır nə? Apostrof S lazımdır. Və apostrof S-lə hansı ismi yərik halı yaradırıq? İnsanların, sonra heyvanların, sonra da əşyaları yarada bilmərik. Kitab, dəftər, qələm yox. Bunları yarada bilmərik. İnsanların yərikanını yarada bilərik. Heyvanların yərikanını yarada bilərik. Zaman bildirən sözlərdə bunu görə bilərsiniz. Zaman bildirən sözlərdə. Bir də yer bildirən, məkan bildirən sözlərdə bunu görə bilərsiniz. Aydındırmı? Yəni apostrof S nəyin yərikanı yaradacaq? İnsanların, heyvanların, zamanın və yerin. Gəlin misal yazaq. Bu təklər üçündür. Apostrof S, cəmlər üçün isə S, sonra apostrof. İndi baxın. Bir dənə mənə insan adı deyim. Özümü yazmayayım da. Yazıram Salih. Cavidan yazıram. Cavidan. Cavidan İngiliscə necə yazılır C hərfi? Bilirsiniz? Cavidanın evi. Hə. Bir dəqiqə, başqa şey müzəkkir eləməyib. Cavidan eti. Hə. Cavidanın demək istəyirəm. Apostrof S yazıram dog. Hatta house da yazabilirim. Home yok house. İtin var. Cavidan's house. Ne oldu tərcüməsi? Cavidanın evi. Eğer çok olsa o, onun evi çok olsa onda o... Yo. Mesela ben diyebilirim ki, bak Alişan yazıram bura. Bir dəqiqə sakin. Bak. Alişan düz yazar. S-hı anı. Alişanın desem. Alişans. Ha. Alişanın evləri desem. Houses. Başka. Alişanın evi bir dənə evi də ola bilər. 5 dənə evi Bir olar. daha sizden varlı olur. Ha? Bir daha sizden varlı olur. Ben olar da ne olar ki? Bunu bildik. Demək. Bu yərikən necə yaranır? Heyvanlar üçün gəlin deyək. Kiwi var idi. Kiwinin quyruğu deyək. Necə deyərik? Kiwi. Z yazaq. Kiwi. Tail. Nə demək? Kiwinin quyruğu. Bura qədər aydındırmı? Evet. Zaman bildirəndə necə olur? Bir dənə baxın. Zaman bildirəndə necə olur? Məsələn deyirik ki, zaman bildirən sözlərdən. Bir həftəlik tətil deyək. Bir həftə. A week. Diqqətlə qulaq asın. Tətil nədir Rıza? Kim bilir tətili? Holiday. A week's holiday. Ne oluyor bu arada değil mi? Tətil də gedir. Biz summer holiday deyirik. Nə deməkdir o? Yay tatlı. Yox. Hələ yay tətili. Bayram A tatlı. week's holiday. Bir həftəlik tətil. Bura qədər aydın oldu mu? Demək tək isimlərdə nə artırmalıyıq? Apostrof, sonra S. Baxın lövhəyə. Tək isimlərdə apostrof S. Məsələn, necə deyərik? İtin quyruğu. Dog, apostrof S, tail. Olur itin quyruğu. Quşun qanadı. Bird. Apostrof S, wing. Bir quş qanadı. Z yazan bura, Z daha yaxşıdır. Buna qədər aydın oldu mu? Baxırsınız mı lövhəyə? Bir lövhəyə bax deməram, həmin uşağı çıxaracam, sonra çöldə. Divanı oturacaq orada. Baxın. İndi quşu cəmdə deyin eləmələm. Quşu cəmdə uşaqlar. Bir. Quşu cəmdə deyək. Adi cəmdə fikirləşin. Bir. Z yazaq, bird yazaq. Cəmdə necə olar? Bu cəm şəkilsidir. Z bird, s cəmdir. Elədirmi? Bir sən işıqdan bu birisini söndür. Bu ikinci sıranı. Bu taraf deyirəm də. Hə.
İndi yaxşıdır. Demək, quşu cəmlənir. Birds olur. İti cəmlə deyin iti. Və dogs olur. Sonra mənə cəmdə oğlanlar deyin, necə deyərsiniz? Boys. Hə. Bu isim cəmdə axı. Elədirmi? Cəm, indi bunu yərik halda yazmaq istəyiriksə. Boş apostrof yok. S var da. Boş apostrof. Cəm S var burada. Elədir? İkinci S'i artıra bilməzsiniz. Boş apostrof. Onda S varsa, boş apostrof yazırıq. Cəmin yərik halı olur. Təkdən cəmi necə ayırd edirsiniz? Birds təkdə baxın, S aralıdır. Cəmdə necədir? S yapışır. Başa düşdünüz? Tərpənmədə. Məsələn, kivi təkdə S aralıdır. Cəmdə yazsam nə yərəm? Kivis yazaram, sonra yərik al. Aydın oldu mu? Demək, quşların qanadları, birds wings. İtlərin quyruqları, dogs tails. Boys, nə bilim, çantaları, bags. Başa düşdünüz necə? Kivilərin gözləri, kiwis eyes. Aydındırmı? Demək, tək isimlər üçün apostrof S, cəmi isimlər üçün S apostrof artırırıq. Demək, apostrof S olsun, S apostrof olsun. Hansı növ isimlərini yararkən yarada bilər? İnsanlar, heyvanlar, zaman, yer. 4 şeyin. Aydındırmı? İnsana aid ola bilər, heyvana aid ola bilər, zamana və yerə. Bu 4 şeyin yararkənini yaratmalıdır. Apostrof S və yaxud cəmdirsə əgər S apostrof. Bura qədər aydın oldu mu sizə? İkinci şey izah edirəm sizə indi. Yaxşı, bəs demək istəyirik kitabın səhifəsi. Kitabın yararkəni belə yada bilərəm mən. Mən çünki ikidə vəhşi olmuram. Ay sağ ol, kitabın siyahıda yoxdur. Yarada bilmərəm. Aydın derim mən. Kitabın səhifəsidir. Məsələn, demək istəyirəm ki, qələmin mürəkkəbi. Yox, dilləriniz olmayacaq. Apostrof S yaddan çıxarın bu sözlər üçün. İndi apostrof S insana aiddir, heyvana aiddir. Yer bilən zamana aid ola bilir. İndi biz deyirik. Kitabın səhifəsi demək istəyirəm ingilis dilində. Kitabın səhifəsi. Aydındır. Kim oxumağa ürəyi sıxılırsa, videonu açacaq, ayağını tərpətmə. Kim oxumağa həvəsi yoxdursa, kitabı oxumaq istəmirsə, açacaq video, qulaq asacaq 2-3 dəfə, bunun yadında qalacaq. Yaxşı. Yaxşı olar ki, öyrəndikdən sonra kitabı zadı bağlayın, qoyun qırağa, bir vərəq açın, özünüz üçün izah edin. Başa düşdünüz necə? Qaydanı özünüz üçün özünüzü izah edin. Qaydanı özünüz üçün yazın, misal gətirin, misalları yazın, özünüzdən yeni misallar qurun. Yeni misal qurarkən də mənim yazdıqlarımı kopyalayın. Bildiniz necə? Sözləri dəyişərək orada kopyalayın. Kitabın səhifəsində o yerə yarada bilmirik. Demək, ingilislər nə edirlər? Cansız varlıqların yararkanını yaradanda ofdan istifadə edirlər. Ofdan. Of olanda necə olur? Tərsinə qurulur. Səhifəni bu tərəfə deməliyəm. Kitabı bu tərəfə deməliyəm. Özdə hər iki tərəfdə Z-dən istifadə edirəm. Z deyirəm, burada Z deyirəm. Səhifə nədir ingilis dilində? Page. Vərəq yox, səhifə. The page of the book. Tərsinə qurdum. Birinci səhifəni dedim, sonra kitabı dedim cavabdan. Başa düşdünüz necə? Və məsələn deyirik. Məsələn, ağacın budağı yazaq. Ağacın. Budaq qabala keçər. Ay sağ ol. Budağı. İndi. Budaq branchdır. Branch. Z branch of. The branch of the Ay sağ ol. The branch of the the tree. Olur nə? Ağacın budağı. Tərsinə qururuq. Cavidə necə qururuq bunları? Necə tərsinə qururuq? Birinci nə deyirik? Budağı. Sonra nə deyirik? Mənim saçımın rəngi demək istəyirəm. Bizdən gəl sonra saç. Ay sağ ol. Cansız tərəfə. Deyirəm, mənim saçımın rəngi. Ay sağ ol. The color of my hair. Burada ikincidə Z yazmıram çünki my var da burada. Bildiniz necə? Ona görə Z yazmıram. Mənim olduğu üçün Z-nə ehtiyac yoxdur yazmağa. The color of my hair. Mənim saçımın rəngi. Onu da soruyorum.
Olmasa səhvdir. Buradakı Z cümləni bitirmədin. Ofun tərəflərində Z olur. Aydındırmı? Bəzən olmur. Burada məsələn yox idi. Başa düşdünüz? Azərbaycanın paytaxtı deyin indi. Azərbaycan Capital of Azərbaycan. Bakının paytaxtı nə? Azərbaycan deyirəm də. Bakının paytaxtı demirəm ki. Ayaq üstə qalmaq istəyirsən deyəsən, sən nə oynayırsan orada? Azərbaycan yanlısını necə yazılmalı? Azərbaycan Z ilə yazılmır, ölkələri Z ilə yazmır. Əşyaları Z ilə yazın. Yaxşı. Azərbaycan yerdir. Onu da yaza bilərik. Azərbaycan capital da yaza bilərik. İkisi de olur. İkisi də olar. Lənkəran desək, ona görə Z olur. Lənkəranın nəyi yazaq məsələn? Meşəsi, limosu. Ha. Yazaq. B. Levengi. Of. Lenkoran. Levengi of Lenkoran. Başa düşdünüz? Hə? Başa düşdünüz necə? Hə? Bu yərgəl tərsinə. O birisi bizim kimidir. Bizimki kimi sırayla düz gedir. Bu isə necə olur? Tərsindən qurulur. Başa düşdünüz necə? Qapının rəngi necə deyərik? Cavidan desin indi. Qapının rəngi. Birinci nəyi deyəriksə heç qulaq asmadın dərsə. Heç qulaq asmadın. Qulaq assaydın anlayardın. De indi. De. Rəng İngilizcə color'dı. The color of door. Qapının rəngi. Nə dedin? Ay sağ ol. The color of the door. Mənim çantamın rəngi. De, gözlə. Sən de. Mələk sən de. My backpack color. Yox, Backpack. Ben orada değildim, benim Olsun, şotamın bak, rengi. bak. Benim ise burada maya. Hadi bax. Çantamın rəngi deyirəm, elə deyirmi? Rəng nədir? Bax, necə quraraq? Color. Bax, bir dəqiqə. Çantamın, burada gəl yazalım önce sonra. Çantamın rəngi. Birinci rəng gəlir. Birinci rəngi deyirik, Mələk. Sonra nə deyirik? Çantanı Çantanı deyirik. deyirik. Birinci rəngi deyək. The color of my bag. Backpack lazımdır. Backpack bir çantasıdır. Sizin çantanız backpack adı. The color of my bag. Aydındırmı? School bag da deyə bilərsiniz. Bəli. Başa düşdünüz necə? Hə? Evin qapısı deyək. Mələkdə durma. The color. Qapısı. Qapı. Ben diyeyim ne? The door of color. Evin qapısı. Bir dəqiqə dayan da. The door of home. Of. Sadəcə Z house. Z-ni burada hər iki tərəfdə deməlisən. Burada may olduğu üçün deməmişəm. Amma Z-ni deməlisən. Z. De. Qapının evi. Sanki tərcümə. Tərsdə dayanıb düzəlsin. De, necəydi? Hə. Otağın divarı. Mutfağın değil mi? Deyələm, Zəhra. Divar şeydir. Zəhra növbəsi idi, elə bil. Yox, düzdür. Sonra deyən ki, divarın rəngi də nə yaxşı. Rəng color'dır, divar da wall'dır, wall. The wall of Tərsinə, bax, sakit bir dəqiqə, qoy düşünsün. Nə edirdik? divarın Rəngi, birinci rəng deməlisən. The color of the color. Yox. Wall, the color of the wall. Başa düşdünüz necə? Otağın pəncərəsi, Əsma desin. Sıra şey deyəcək, Mədinə. Room. Otağın pəncərəsi. Window. Zəni itirmə. The window. Ay bana kəm verdi. Sana deyirsən dedim qutarları saçır. Başa düşdünsən, anladım. De. The window room of Qaydadan istifadə edərək deməlisən də, azı yəni demə. Təzdən denən. the window of room. Herkes öyrəndi. Sən
The window of the room. Ha, uf, ufu yanında həmişə Zeyn əvvəla deyin, sonra deyin. Bəzən Zeyn demeyin. şey- Başa düşürsünüz necə? Sən demək istəyirsən. Denən ki, aha, nə deyək, ay Allah, nə desə, yadıma gəlmir. Hadi. Dəstək handle'dır, handle.